Alo, Bəli, salam. salam. Bu Günay xanımdır. Bəli, Günay xanım, bəli. siz bizim kızımız gelipti orası yanınıza, salona lazire. Aha. Onda Uzi yandı. Yüzü yandı. Ha, Uzi siz eləmişsiniz onu, Aha. yandı Uzi. Ne vaxt olub? O, olub da bir 4 gün qabaq. Adı necədir? Adı nədir qızınızın adı nədir? Mədinə, Mədinə? bəli. O bizim bilirsiniz nedir məsələ? Aha. O bizim neslin kökün bir tek kızıdır. Hamıda, kardeşimde da, bacıda da, hamıda oğlan olup. O bir kızdı. Biz onu saklayırıq böyle elimizin içinde ama gelip... Allah saxlasın. Sağ- Ancaq Allah mən Mədinə adı... Allah saklayır ama bazı bendeler imkan vermir ki Allah onu saklasın. Allah sizi de saklasın ama ne için onun ucu eylədir? Ancaq mən Mədinə adında bir xanım tanımıram axı. Mənim elə bir müştərim olmayıb. Hanım, ben size bir söz diyeyim ki ben sizin nömrəni hardan tapabilirim? Hardan oldu benden? Mən lazer işləyirəm və mənim sosial şəbəkələrdə falan... Yox, ağlamasın ama bir dənə bu nömrəyə şəkil ata Yok, uzi bilərsin. elədir, üzü pis gündədir. Pis gündədir. Mən onu həkimə aparıram. Deyir ki, bu uzun müddətli müalicə tələb eləyir, Ay maliyyə yox, elə tələb eləyir. şey ola bilməz. O lazerdə biz bilirik axı necə işləyirik. O necə Siz şəkildə niyə yandıra uzi bilərik ki? elədiniz ki onu? Niyə uzi elədiniz? Əgər mən eləmişəmsə, xanım yəqin ki, yaxınlaşıb elətdirmək istəyib ki, mən də lazer Siz- etmişəm onu. Lazer eləndə nəyə nail olmaq istəyirdiniz? Necə xanımın gözəlliyini daha gözəllik qatmaq üçün, belə də, yəni Yox, təmiz etmək üçün. Gözəllik qatmış. Siz indi bu gözəllik qatmışsınız üzünə. Mən yenə deyirəm, o şəkildə ya o yəqin ki, qızartı falan olub, xanım ya qaşıyıb, ya nə bilim, günəşə Sen çıxıb. sakit danış. Alo. Alo, Bura bax kızım, eşidirsən məni? bəli. Mən uşaq dünyaya gətirməmişəm ki, sən o üzünü yandırıb bugün bu hala salasan. Dəhşət biz özümüzü qor. Həddi görüm nə Bir dənə deyirsən? sakitləşin. Xanım, mən Mədinə adında bir müştərim Sən olmuyor. özünü mənim yerimə qoy görüm, mən sakitləşə bilərəm mən. Yox, Mən təbii ki, uşağın üzünə baxa haqlısınız, bilmirəm. haqlısınız. Amma bir dənə şəklini ata bilərsiniz, baxın nədir, bəlkə allergiyadır, nəsə Onu haqqda niyə, yeməkdə. o bilsə o bığlı halı onun mənə daha xoş idi. Ona mən dedim ki, getmə lazirə. Getmə lazirə. Mən özüm iplə saplan evdə bitər alaram. Yox, xanımın neçə yaşı var? Elə şey olur. Göndərmişin yanımıza neyinirsiniz 10 yaşını? Müalicə yazırsan, yaşını neyinirsiniz? Yox, 10 yaşını bilim ki, ona görə mazlayım, yəni çəkməyə. O qədər o dərəcədə yana bilməz ki, o çox olsun. Qızartı Yanır falan ola bilər. Yanıb deyirəm, yanıb. O da dəymə də buna da qoymuşam bunu burası. Keç otur. Xanımın özü ilə oyna. Bir dəqiqə. Danışa bilərəm xanımın özü ilə. Yox, danışa bilmərsiniz. Danışacaqsınız, yenə deyəcəksiniz, gəl yanıma, o da gələcək. Yox, xanım, bəs mən necə kömək eləyim sizə? Xanımla danışa bilmirəm, şəklini görə bilmirəm, necə qızarır. Qızım, sən lazeroloqdan. Bəli. Sən həkimsən, müalicə yazırsan mənim qızıma. Yox, ən azından bilim ki, nə dərəcədə qızarır, mən ona görə mazlayım da ona. 700 manat eləyir resepti. Sən 700 manat, nə 10 O hansı həkimə getmişsiniz ki, elə 700 manatlıq müalicə yazıblar. Yəqin qızın özündə də nəsə üzündə başqa bir problem uroloq olur. deyir. Nə deyirlər o həkimə? Uroloq, yox. Dəri Dendrolog. həkimini. Alo. Allah, beni ağlamaq tutur məni, mən bilmirəm. Alo. Mən neyim? Ay qız, ver mənə telefonu. Alo. Alo. Xanım, siz mən sizə dedim ki, mənim üzümü 18 ilə eləyin. Ondan eləyin. Siz 18 ilə eləyin. Siz yandırmısınız bütün. Ay xanım, siz nə danışırsınız? 18 ilə iz eləmək olar. Bəs eləmisiniz də yanıq-yanıqdır üzüm. Həyatım ola bilməz belə bir şey. Ver mənə, mən ağlamağım, mən tutur. Qızım, mən 700 manat pulumu tələb edirəm, mənim qızımın üzü müalicə olunmalıdır. Xanım, əgər bizi səhvimizdirsə, elə bir şey olubsa, dəqiqləşdirsə, əgər biz arxasında dururuq, narahat olmayın, onu müalicə elətdirərik, təmiz eləyərik yüzünü, amma Yox, elə bilmişsiniz, bunu eləməyin də. Xanım, niyə eləyə bilmirik? Hər şey hamı gəlir razı qal. Mənə bir qızım, ay qızım. Bəli, bəli. Bu indi mən qadınlarla olsa başa aça bilmirəm bu evdə. Yoldaşı bir yanda, gəlini bir yanda, qızı bir yanda. Mən bunları başa sala bilmədim ki. Bu indi qadın uzi eləyib də, düzdür. İndi eləyib bunun müalicəsi pulu vermək lazımdır. Uzun. Mən şəkərim qalxır, mən o çox danışa bilmirəm. Qadın insulin
Əsəbləşməyin, Allah kömək olsun, əsəbləşməyin. Yo, bunlar dünəndən başlayıb polisə verir. Ay bala, olub da, Polis- indi siz yəqin qəsdən eləməmişsiniz. Polisə versəz də belə, əgər mən etmişəmsə, mənim müştərimsə, narahat olmayın, mən onun arxasına dururam, müalicəsini də elətdirərəm. Bildiyim, Dendrolo- yəni kosmetoloqa da yönləndirərəm ki, yəni müalicəsi Aparıblar, olsun. Amma siz bu- bilmədiyiniz bir həkimə gedibsiz. Mən bilmirəm axı heç xanım Yox. kimdir. Mənim yanımda o xanımı belə xatırlamıram. Botanika apardılar, o da Dəli Zöhrəviyə Hara yönləndirdi. apardılar? Dendrolog çıx çəkərim qalxır. Hanım ben çok uzun uzun danışamayacağım. Bu radyodan birbaşa siz canlı yayındasınız. Dendrolog neydi? Dermatoloq demək istədim Hə. yəqin ki. Dermatolog demək istedim. Sabahınız xeyir xanım. Sabahınız xeyir. Heç belə Günay bir şey xanım. baş verib kimsə yandırmısınız? Əslində yandırma yenə qədər çox şükür neçə ildir işləyirəm, olmayıb, qızarma falan olub və yaxud da allergiya verib yedikləri şeydən atıblar lazerin boynuna, amma sonra dəqiqləşib ki, allergiyadır. Allergiya. Allah. Həyat yoldaşınız sizinlə zarafat eləməyimizi istədi. Radyo TMB-də işinizdə uğurlar arzulayırıq sizə. Çox sağ olun, təşəkkür edirəm. Hələlik